Əgər proqnozlar doğru olarsa, 2027-ci ilin yayı bəşər tarixinin ən isti yayı olacaqdır. Hazırda Dünya okeanında Super El Niño hadisəsi formalaşmaqdadır. Təsəvvür edin, illərdir Sakit Okean bölgəsi nəhəng batareya kimi çoxlu miqdarda günəş istiliyi toplayırdı. Amma indi bu sistem sıradan çıxıb, okean bütün bu enerjini atmosferə buraxmağa başlayır. Əslində bu gözlənilirdi, amma proses dəfələrlə sürətli baş verir. Və bu sadəcə isti yay olmayacaq, isti dalğası dünyanı iki ekstremal zonaya böləcək. Amerikada daşqınların olacağı, Asiya, Avstraliya və Afrikada isə quraqlıq və meşə yanğınları gözlənilir. 19-cu əsrin sonlarında oxşar Super El Niño hadisəsi artıq iqlim dövrlərinə müdaxilə etmişdi. O dövrlərdə Çində, Braziliya və Hindistanda şiddətli quraqlıq kütləvi qıtlığa səbəb olmuşdur və tarixçilərin hesablamalarına görə bu 30 ilə 50 milyon arasında insan həyatına son qoymuşdu. Lakin o vaxtlar hələ planet indiki kimi istixana effekti ilə qızmırdı. 2027-ci ildə bu istilik dalğasının artıq mövcud olan qlobal istiləşməni daha da ağırlaşdıracağı düşünülür. Buna baxmayaraq yay mənim sevimli fəslim olaraq qalmaqdadır. Bəs sizdə?